Davam edirik. Neftçala şəhərində Dost filialı fəaliyyətə başlayıb. Mərasimdə Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Anar Əliyev, Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov və digər rəsmi şəxslər iştirak ediblər. Dost mərkəzinin yaradılması son illər ölkədə aparılan sosial islahatların mühüm nailiyyətlərindən biri kimi qiymətləndirilib. Neftçala şəhərində Dost filialının açılışı olub. Mərasimdə iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Anar Əliyev və Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov filialda yaradılan şəraitlə tanış olub, vətəndaşların qəbulu və göstərilən xidmət prosesini nəzərdən keçiriblər. Dost agentliyinin yaranmasının əsas məqsədi ölkədə sosial sahədə əmək, məşğulluq, sosial müdafiə, pensiya, əlillik və digər müvafiq istiqamətlər üzrə xidmətlərin şəffaf, keyfiyyətli, əlçatan səviyyədə göstərilməsindən ibarətdir. Qısa müddət ərzində Dost Agentliyi tərəfindən 4 milyon 600 mindən çox vətəndaşa xidmət göstərilmişdir. Eyni zamanda bizim çağrı mərkəzimiz 9 milyondan çox vətəndaşa xidmət göstərib və onlardan yalnız 600 mini bu ildədir. Ümumi olaraq bizim bugünə 7 mərkəzimiz fəaliyyətdədir. Onlardan 5-i Bakı şəhərində yerləşir, ikisi isə regionlarda yerləşir. Yaxın gələcəkdə regional səviyyədə biz 14 ümumilikdə 14 mərkəzin və 64 filial və xidmət məntəqələrinin təşkilini planlaşdırırıq və bu period, deməli ümumi olaraq 2030-cu ilə qədər olan vaxtı əhatə edir. Həmin genişlənmənin növbəti bir addımı olaraq Neftçala rayonunda Neftçala Dost filialının açılışında iştirak edirik. Filialımız yenidən təmir edilmiş binada yerləşir. Bina müasir konstruktivlik formasında təmir olunub. Binanın daxilində 11 xidmət masası mövcuddur və eyni zamanda müvafiq istiqamətlər üzrə inzibati məkanlar da mövcuddur. Neftçala Dost mərkəzi gün ərzində 100-ə yaxın vətəndaşa xidmət göstərəcək. Yaxın zamanda bizim oxşar filialın İmişli rayonunda açılışı planlaşdırılır. Eyni zamanda biz bizim iri şəhərlərimizdə Sumqayıt və Gəncə şəhərlərində, eyni zamanda Naxçıvan şəhərində Dost mərkəzlərinin təşkili planlaşdırılır, açılması planlaşdırılır. Eyni zamanda biz müasir yanaşma olaraq Smart Dost məntəqələri üzərində də iş aparırıq və yaxın aylarda biz Xankəndi şəhərində də növbəti Smart Dost məntəqəsinin təşkilini planlaşdırırıq.